Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 12 Nisan 2026 Pazar. Bakı Stüdyosu'ndan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan Haberler programına hoş geldiniz. Ben Özlem. Mən Dərli. Bütün dinləyicilərimizi salamlayıram. Ali, bugünkü notlarımıza baktım da güne güzel bir haberle, bir yeniden inşa haberiyle başlayalım diyorum. Karabağ'da eğitim altyapısı güçleniyor galiba. Bəli Özləm xanım, çox sevindirici bir xəbərdir. Trend.az-ın məlumatına görə Qarabağ Universiteti nəzdində fəaliyyət göstərən Şuşa Peşə Kollecinin binasının əsaslı təmiri üçün tender elan edilib. Bu, işğaldan azad edilmiş torpaqların bərpası istiqamətində atılan önəmli bir addımdır. Harika. Eğitime yapılan yatırım en güzeli. Bir de yine eğitimle ilgili bir haber var notlarında. Bugün Azerbaycan'da öğrenciler için önemli bir gün sanırım. Bəli, bugün Dövlət İmtahan Mərkəzi tərəfindən ölkənin bir çox şəhər və rayonlarında ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir. Dayazın xəbərinə görə təxminən 53 min şagirdin imtahanda iştirakı gözlənilir. Bırakılış imtihanı, yani bizdeki mezuniyet sınavları oluyor sanırım, değil mi? 53 bin öğrenci ve ailesi için heyecanlı bir gün desene. Tamamilə doğrudur. Məzuniyyət imtahanları. Bütün şagirdlərə uğurlar arzuluyuruq. Amin. Şimdi biraz daha ciddi konulara geçelim Ali. Dünkü yayınımızda konuştuğumuz iki üzücü konuyla ilgili haberler bugün de notlarımızda yer alıyor. Biri Göygöl'de hayatını kaybeden asker, diğeri de Nahçıvan'da lağvedilen Ombudsmanlık Kurumu. Kaynak yine azatlık.org, yani muhalif basından. Bəli, bu mövzular gündəmdə qalmaqda davam edir. Göygöldə hərbi xidmətə başlayandan cəmi bir ay sonra vəfat edən Mirkamal Cabbarovun ailəsi fəryad edir. Dövlət Sərhəd Xidməti əskərin Sətəlcəmdən öldüyünü desə də, ailəsi sağlam oğul vermişdik deyərək hadisənin dərindən araşdırılmasını tələb edir. Dün de konuşmuştuk. Setelcem zatürre demekti. Ailenin acısını anlıyorum. Umarım talepleri karşılık bulur. Nahçıvan meselesi de bölgedeki insan hakları denetimi açısından endişe verici olarak yorumlanıyor. Bəli, Azadlıq Radyosunun yazdığına görə insan haqları müdafiəçiləri bu qərarın bölgədəki nəzarət mexanizmlərinin gələcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Anlıyorum. Şimdi ekonomiye dair bir haber var. O da yine eleştirel bir yayın organı olan Meydan.tv'den. Bankalarla vatandaşlar pek aynı dilden konuşmuyor galiba. Vətəndaşlar və banklar arasındakı faiz fərqindən bəhs edilir. Belə ki, ilin ilk 2 ayında banklar verdikləri kreditlərin faizlərindən 715 milyon manata yaxın gəlir əldə ediblər. Amma vətəndaşların əmanətlərinə görə cəmi 235 milyon manat ödəyiblər. Makas epey açıkmış. Krediye gelince aslan, mevduata gelince kedi olmak bu herhalde. Bu hikaye bize de çok tanıdık geliyor. Notlardaki son haberimiz de yine Meydan.tv'den. Bir temizlik işçisinin yaşadığı baskıları anlatıyor. Bəli, Nərmanov rayonunda 7 ildir təmizlik işçisi işləyən Ruhiyyə Rüstəmova maaşını və haqlarını tələb etdiyi üçün təzyiq gördüyünü iddia edir. Amiri onu həbs olunmaqla hədələyib və hətta əvvəllər parlament seçkilərində atlı karınca əməliyyatına qatılmağa məcbur edildiyini deyib. Bir dakika, atlı karınca operasyonu mu? Luna Park gibi bir şey mi bu? Ne demek? Xeyr, heç əyləncəli bir şey deyil. Bu, seçki saxtakarlığı üçün istifadə olunan bir üsuldur. Eyni insanların fərqli məntəqələrdə təkrar-təkrar səs verməsini təşkil etməkdir. Anladım. Bizde buna mükerrer oy kullanımı deniyor. Kadının iddiaları gerçekten çok ciddi. Umarım sesi duyulur. Ali, bugünkü detaylı notlar için çok teşekkür ederim. Mən təşəkkür edirəm Özləm. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo.